Salam dəyərli müəllimələr. Bu günləri sizlər üçün alt standart mövzusunun izahını verəcəm. Görək alt standart nədir? Alt standart bizə dövlət tərəfindən verilir. Yəni məzmuna qoyulan dövlət tələbidir alt standart. Alt standart əsas standartı ifadə etdiyi fikri daha da dəqiqləşdirir. Təlim prosesinin reallaşmasında nəzərdə tutulan təlim nailiyyətini konkretləşdirilir. Yəni, alt standart sinifdən sinifə dəyişir və təlimin dinamikliyini təmin edir. Bilirsiniz ki, alt standart davamlı olaraq dəyişir. Alt standart deməli iki hissədən ibarət olur. Bilik və bacarıq hissəsindən. Yəni, məzmun hissəsi bilikdir. Şagird nəyi öyrənəcəyini, hansı anlayış və informasiya yiyələnəcəyini göstərir. Fəaliyyət hissəsi isə bacarıq hissəsidir. Şagirdin əldə etdiyi biliyi necə tətbiq edəcəyi və nə edəcəyini ifadə edir. Bu da bilirsiniz də Bloom idrak taksonomiyasının feilləri ilə. Sonra alt standart bizə kim tərəfindən verilir deyildikdə alt standart bizə dövlət tərəfindən müəyyən edilir və müəllim milli kurikulum çərçivəsində təhsil proqramı, yəni fən kurikulumları vasitəsilə müəllimlərə hazır şəkildə verilir. Dövlət tərəfindən verilir və müəllimə hazır şəkildə verilir. Müəllim alt standartı özü təyin edə, dəyişdirə və ya ləğv edə bilməz. Çünki alt standart bizə dövlət tərəfindən verilir. Müəllimin vəzifəsi dövlət tərəfindən verilmiş hazır alt standarta əsaslanaraq dərsin gündəlik təlim məqsədini, yəni nəticəsini çıxarmaqdır. Bilirsiniz də, alt standart bizə dövlət tərəfindən verilir, müəllimə hazır şəkildə verilir. Bizim təlim nəticəmizi biz alt standartdan çıxarırıq. Ola bilər ki, təlimin məqsədi də deyilə bilər. Məqsədi alt standartdan çıxarırıq. Sonra bəs belə bir sual düşsə ki, sizə alt standartın neçə funksiyası var? Deyəcək ki, alt standartın 4 funksiyası var. Hansılardır deyildikdə? Birinci, təlimin məqsədlərini dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır. Yəni, müəllim dərsin məqsədini alt standarta əsasən müəyyənləşdirir. Dəqiq olmalıdır, etibarlı olmalıdır. Təlimin strategiyasının düzgün seçilməsində mühüm rol oynayır. Deməli, bu o deməkdir ki, dərsin üsul və vasitələri, iş formalarını seçməsini təmin edir. Təlimdə interaktivliyi təmin edir. Yəni, bu nə deməkdir? Mövzular, fənləri həyatla əlaqələ qurulmasına imkan verir. Bəs təlim, biri də var, dördüncü təlim məzmununun ardıcıl inkişafını, dinamikliyini təmin edir, yəni davamlılığına. Bu o deməkdir ki, şagirdin bilik və bacarıqlarını sinifdən sinifə sadədə